Baxın, Tərtər işi kollektiv əməyin məhsulu oldu. Yəni, əl-ələ verdiyi vaxtında Oktay Gülaliyev, Allah şəfa versin, tək və ətrafında olan bir-iki nəfər agentlə, yazıq özü də bilmədən bu işlərə başladı. Adamı ölümcül elədilər. Öldürməyə çalışdılar, cəhd elədilər, ölmədi. Allah saxladı, amma komadadır. Amma biz o birliyi yaradıb, əl-ələ verəndən sonra işlər açıldı. Yeri gəlmişdim dostlar, may ayı, bilirsiniz ki, biz may ayın 10-unu faciə günü elan eləmişik. Hər ilin may ayın 10-unda biz Tərtər qurbanlarını yad eləməliyik. O günü, bütün günü qara bayraqlar asılmalıdır, Azərbaycan bayrağı yarıya yendirilməlidir. Mütləq bütün kanallar, televiziyalar, bütün saytlar may ayının 10-unu faciə günü kimi, Tərtər günü kimi, qətliam günü kimi qeyd eləməlidir. Niyə? Çünki aprel ayının 28-dən başlanmasına start verilən Tərtər qətliamı dönən, yəqin ki, izlədi çoxunuz, Xalq Parlamentinin həm də gündəminə çıxarılmışdı bu məsələ. Hələ bir neçə iclasda ətraflı müzakirə olunacaqdır ki, sonda Tərtər qətliamının hüquqi və siyasi qiymətləndirilməsi ilə bağlı düşünürəm ki, millət vəkilləri bir qətnamə, bir qərar, nəsə bir bəyanat qəbul etməlidirlər. Bu çox vacibdir. Mütləq baş verən hadisələr qiymətləndirilməlidir, siyasi və hüquqi baxımdan. Və may ayının 1-dən başlayaraq uşaqları gətirirlər, əskər və zabitlərimizi və may ayının 4-ü, 6-sı ölüm hadisələri başlayır. May ayının 10-una qədər kifayət qədər artıq insan öldürülmüşdür və dəhşəti işgəncələrdən keçmişdir. Ona görə də biz qərara gəlmişik ki, may ayının 10-u Tərtər qətliamının anım günü kimi xalqımızın tarixinə yazılsın, qeyd olunsun. Gələcəkdə biz bunu təbii ki, rəsmi dövlət qərarları ilə, qanunları ilə də rəsmiləşdirəcəyik. Bugün hansı tədbirlər keçirilməlidir? Biz çalışmalıyıq ki, bu faciə millətin yadından çıxmasın. Azərbaycan xalqı, gələcək nəsillər həmişə xatırlasınlar, bilsinlər ki, belə bir hadisə olubdur və bu hadisə necə olub baş verib. Bu normal bir dövlətdə, millətdə bir hadisə baş verə bilməz. Bəs bu miqyasda dəhşətli bir cinayətin baş verilməsinə imkan verən şərait nə olubdur ki, bunu eləyə biliblər, törədə biliblər. Mən bu barədə dünən parlamentdə qismən danışdım, amma bu barədə kitablar yazılmalıdır. Allah mənə can sağlığı versin, imkan versin ki, bu barədə yazıb müəyyən bir şeylə qoya biləsiq, özümüzdən sonra qalsın. Gələcək nəsillər oxuyub öyrənsinlər ki, ölkədə hansı vəziyyət olubdur ki, bu miqyasda bir cinayət törədilə bilib və xalq buna inandırılıb. Kütləvi surətdə 10 milyonluq bir xalq, indi o vaxt 10 milyon, 8 milyon nə qədər dəxli yoxdur. Belə şərə, belə böhtana, belə yalana inanıbdır, uyubdur, ana baxasından imtina eləyib, ata övladından, oğlundan imtina eləyib. Onu inandırıblar ki, doğduğun uşaq vətən xainidir. Sənin belindən gələn, sənin tərbiyə elədiyin, çörək verdiyin övlad düşmənə satılıb. Bu necə mümkün olub? Bunu araşdırmaq lazım. Bu adi bir məsələ deyil. Ona görə də mən bir daha buradan Tərtər qətliamında dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, sağ qalanlara can sağlığı, acı şəfalar diləyirəm və bollu səbir. Amma eyni zamanda qətiyyət arzulayıram ki, əl-ələ verib qisasımızı ala bilək. Qanuni qaydada, qanun nə tələb edirsə, o qatillər həmin cəzalarını da almalıdırlar.